Sərxan müəllim, yem itkisinin qarşısını almaq üçün nə etmək lazımdır? Əgər inəklər yemi israf eləyirsə, yəni ayaqlarının altına çəkirsə, ən məqsədə uyğun məsləhətlərdən biri odur ki, yem otlar doğransın və yem südlü, ətli cinslərə qaba yemi, onlara, qüvvəli yemi onlara qatıq vermək. Mümkün olmadığı halda xüsusi ara kəsmələrdən istifadə etmək lazımdır ki, heyvanlar həm otu götürəndə bütöv şəkildə doğranmamış otu götürəndə onları kənara dağıtmasın və ayaqlarının altına atıb heyin etməsinlər ki, o da sonrakı belə deyək, prosesdə heyvan ondan imtina eləməsin. Onun üçün xüsusi avadanlıqlar məqsədə uyğundur ki, istifadə olunsun ki, otlar 5-7 sm ölçüsündə doğranılsın. Hətta sərt otlar belə doğranıldıqda, onların üstə bir qədər su səpib nəmləndirdikdə və yemi onun üzərinə tökdükdə, belə deyək, həm ot yumşalır, heyvanın həzmə-gediciliyini artırır, həm də ki, otun itkisinin qarşısını alır ki, onu heyvanlar ayaq altına səpməsin.